Dul anadan, uğur atadan gəlir və sair kimi söhbətlər ya da bərəkət və sair kimi söhbətlər çox eşidirik. Amma nəticə etibarı ilə bizim həyatımızdakı uğurlarımıza, atamıza qarşı olan düşüncələrimiz və zehnimizdə ata modelinə yüklədiyimiz mənalar ciddi təsir eləyir. Bu təsirin səbəbi nədir? Biz həyatımızda gözümüzü açıb ilk gördüyümüz uğur keyzi bir kişi, atadır və onun davranışlarına vurduğumuz etiketlər gələcəkdə öz həyatımıza yansımağa başlayır da. Məsələn, daimi olaraq biz və anamızın sözü ilə eşitmişik ki, atamız uğursuzdur və biz gələcəkdə dəfələrlə addımlar atırıq və uğursuz oluruq. Və ya şuur altında atamızla yarışırıq, ya onu keçməkdən qorxuruq, ya onu keçməyə enerji sərf edirik. Bütün bunların hamısı bizim yolumuzda enerjimizi alır və həqiqətən faydasızdır. Ən yaxşısı hər kəsi öz yerinə qoymaq və valideynlərə bizi dünyaya gətirdiyi üçün təşəkkür etmək və bununla da onlarla olan məsələləri dayandırmaqdır. Çünki onların bizə, bizim də onlara borcumuz yoxdur. Ümumiyyətlə, valideynlərinə xoşbəxtlik borcu olduğunu düşünən uşaqlar varsa, onlar da mütləq bunu işləməlidirlər. Çünki həyat başqası üçün yaşanacaq qədər uzun deyil ya da bunu dəyərli hala gətirmək üçün ehtiyac olan кейs bu deyil. Necə mən eləyə bilərəm, atamla bağlı düşüncələrimi işləyə bilərəm? Təbii ki, bizim layihələrdə və məktəbdə işləyə bilərsiniz. Bunu eləyən başqa kolleqalarım da var və çox uğurlu layihələr var. Sadəcə biz Fİ-klubun oktyabr ayında bunu iştirakçılara hədiyyə eləyirik. Gönlünüzdən keçərsə, oktyabr üzvümüzdə ola bilərsiniz. Ailədən mənə kampında ataya dair bir bölüm işləyəcəyik.